Gözəl xalqım, bugün sizi Xəzəryanı kəndlərdən, Bakının gözəl kəndlərindən biri doğma kəndimiz Hövsandan salamlayıram. Bəli, sizin üçün tam sənədli, evin də, torpağın da çıxarışı kupçası qaydasında olan ev çıxartmışıq satışa. Hal-hazırda evimizin həyətində gördüyünüz kimi, yəni burada yaşıllıq üçün yerlər də ayrılıb, həm sağ tərəfdə, həm sol tərəfdə. 2 sot yarımın içində 4 otaq tam sənədli, el arasında, maklerlər arasında deyilən kimi paket kupçalı ev çıxartmışıq satışa. Qazı suyu işığı hər bir şey qaydasında. Hövsan qəsəbəsi 41-45 abidəsinə yaxın ərazidə yerləşir. Bura qaraj tərəfidir. Qarajımız, burada belə bir yer də qoyulub ki, istipol eləmək istəyənlər olur. Yəni qarajı ləğv eləyib, ev eləyirlər özləri üçün, otaq eləyirlər. İstəyən olsa elə də eləyə bilər. Nəmişlikdən söhbət belə gedə bilməz. Yəni betonlanıb hər yanda özdə rahatdır. Qram nəmişliyi yoxdur. Bura alt mərtəbəmizdir. Belə təhvil verilir alt mərtəbə. Hamam tualet üçün yer də var. 3 dənə otağı da var altda. Ümumi otaq sayını saysaq, hardasa bir 6 otaqlı evdir. Çox münasib qiyməti hal-hazırda endirimdədir. Zəhmət olmasa, səhifəmizi takip eləməyənlər bir dənə takip açsın səhifəmizə. Abunə olsun kanalımıza inşallah. Kupçalı evlərimiz çox yerləşdiriləcək bundan sonra saytımıza. Yəni çalışacağım ki, çoxlu kupçalı evlər çəkim. Bir dənə videomuzda bəyənməyi unutmayaq. Daxil oluruq evimizə yavaş-yavaş. Əsas yola 5 dəqiqəlik məsafədir. Hansı ki, Əhmədliyə gedən marşrut buradan keçir. Yəni 5 dəqiqəliyindən keçir evin. Belə asfaltdan da 100 metr arası var. Yəni asfalt yoldan 100 metr arası var. Qapıya qədər də ki, şey bil töküblər. Xırda daşlar səliqəlidir. Yəni problemsizdir, qaydasındadır. Evimizdə cüzi işlər qalıb. Polun lakı vurulmalıdır, pirinç tutar vurulmalıdır, sizə təhvil veriləcək, kombi də qoşulub, hazır sizə təhvil verilir. Bura bizim sağ tərəfdə mətbəximizdir, biraz səliqəsizlik, düzürlü sayarsız, təmizləməyə vaxt olmadı, təmirdən çıxandan sonra hələ ki belə qalıb. İndi real müştəri olsa bir günə bütün işləri həll eləmək problem deyil, lak çəkmək 2 saatlıq işdir, onsuz da uzağı. Və burada yataq otaqlarımız yerləşir, bir yataq otağımız buradadır. Bir yataq otağımız həmin yataq otağının yanında yerləşir, elə düz. Ev qoşa daşdan tikilib, çox keyfiyyətlidir evin sahibi, yəni çox gözəl inşa edib evimizi Hövsanda. 3 dənə belə ev tikən varsa, biri də bu evin sahibidir ki, yəni belə keyfiyyətli, belə səliqəli, aboylarına filan da baxın, elə zövqlü insandır, özü də gözəl aboylar seçib. Demək olar, hər zövqə uyğundur, yəni bu gördüyünüz evimizin dizaynı, yerləşmə yeri, hər şeyi əladır. 117.000 manata enib. Real müştəri üçün endirim yalnız evə baxdıqdan sonra ola bilər Allahın izni ilə. Tam baxırsan evə, deyirsən ki, bu evi alıram, ev sahibini çağırıram, yerində real söhbət eləyirsən, Allah xeyri versin. Yəni bu gördüyünüz kimi zalımız da genişdir, səliqəsindədir, qaydasındadır. Videomuzu bəyənməyi, səhifəmizə takip atmağı, ev axtaran insanlara, dostlarımıza, yaxınlarımıza bu videonu göndərməyi də unutmayın zəhmət olmasa. Əsas özünüzə yaxşı baxın.